12-ci testə baxsaq, elektrik tutumu eyni olan, baxın yenə də eyni şərtini bizə deyir. Eyni olan 3 kondensator ardıcıl birləşdirilmişdir. K kondensatorlar, daha doğrusu kondensatorlar paralel birləşdirilərsə, batareyanın elektrik tutumu necə dəyişir? Baxın, eyni tutumlu 3 kondensator ilk öncə paralel birləşdirmişdir. Paralel birləşmə şərti, daha doğrusu şəklini bu formada qeyd edə bilərik. Aha. Burada hər biri 3 dənə paralellik yaradılıb və bilirsiniz ki, əgər üçü də eynidirsə, birini götürüb C ümumi olaraq sayına vura bilərik. Yəni, C-ni 3-ə vura bilərik, yəni 3C. Sonra isə həmin bu kondensator yenidən ardıcıl birləşdirilmişdir, eyni kondensatorlar. Ardıcılın da şərti nə idi? C ümumi bərabərdir, birini götürüb sayına bölə bilirik 3-ə. Yəni, ilk öncə bizdə daha doğrusu burada birinci ardıcıl birləşdirilib. Yəni bunu bir qəbul eləyək, birinci hal kimi. Bunu ikinci hal kimi qəbul eləyək. Ardıcıl birləşəndə C bölü 3 olur. Daha sonra isə onu görürsünüz ikinci halda paraleldir. Paralelə keçib. Yəni C bölü 3-dən belə qeyd eləyək. 3C halına gəlir. Göründüyü kimi kəsirdən normal kəsirsiz, yəni tam ədədə çevrilirsə, artıq burada artış var, artacaq. Sadəcə C bölü 3-ü neçəyə vursaq 3C eləyər. Əlbəttə ki, 9-a vursaq, ixtisar gedər 3C qalar. Belə çıxır ki, bizim tutumumuz 9 dəfə artmış olar. Və yaxud da belə eləyə bilərsiniz. Demək, bölə bilərsiniz. Yəni, ikinci halımız hansıdır? 3C-dir. Yəni, 3C-ni C bölü 3-ə bölə bilərsiniz. O zaman tərsinə vursaq və yenə də 9 dəfə artmış olacaq. 13-cü testdə həm ardıcılıq, həm paralel birləşmə bir yerdə təsvir olunmuşdur. İlk öncə ardıcıl birləşməyə baxırsınız. Ardıcıl birləşmənin şərti tərs toplamaqdır. Yəni 1 bölü 20, yəni 1 bölü C ümumi. Əlbəttə uşaqlar, hər dəfə bunu 1 bölü C1 plus 1 bölü C2 kimi yazmaqdansa, yəni ümumi düstur halına gətirə bilərik. C ümumi bərabərdir. C1 vur C2, aşağıda C1 üstə gələk C2 yaza bilərsiniz. O zaman ya da bildiyiniz kimi tərs toplayıb tərsinə çevirə bilərsiniz. 20-ni 30-a vurarıq. Aşağıda da 20 üstə 30 gələrik, 50 eləyər. Və buradan da hesablasaq, cavabımız 12 olar. Bu ikisinin ümumisi 12-dir. Artıq bunu 2 ardıcıl kimi baxmırıq, bir kondensator kimi baxırıq və tutumu 12 mikrofaraddır. Mikro 10 üstü mənfi 6 deməkdir, vurulur. Yuxarı 12, aşağı 18 artıq bir-birinə paralel olur. Ona görə də paraleldə normal toplayırıq. Toplasaq artıq bizə cavab 30 mikrofarad verəcəkdir. 14-cü test. Eyni tutuma malik olan bir neçə kondensatoru paralel birləşdirdikdə ümumi elektrik tutumu 64 mikrofarad. Ardıcıl birləşdirilsə 4 olmuşdur və kondensatorların sayını istəyir bizdən. Burada fikir versəniz eyni tutuma deyir yenə də. İlk öncə paralel birləşmə. Paraleldə qeyd etdiyimiz kimi eyni tutumludursa, onda C ümumi birini götürürük və sayına vururuq. Aha. Amma ardıcılda isə, çünki sonra ardıcıl birləşib, C ümumidə birini götürüb sayına bölürük. Göründüyü kimi. Demək, burada hətta qeyd olunur ki, paraleldə cavab 64-dür. Yəni, C vur N-i 64-ə bərabər edirik. Burada C böl N-i 4-ə bərabər edirik. Qalanı riyazi hesablamadır. Mən burada hesaplamasını qeyd edeyim. Yəni, belə aldıq. C vur N bərabərdir 64. Digəri də C böl N bərabərdir 4. Əvəzləmə eləyə bilərsiniz. C bərabərdir 4N-dir. Gətirib burada yerinə qoysaq olur 4N-in kvadratı bərabərdir 64. N kvadrat bərabərdir 16. Əlbəttə ki, N-imizdə 4 olacaq. Bizdən də sayı istəyir. Sayda 4 olaraq cavabını tapmış olduq D variantı.